Buyurun. Yaxşısınız. Narahatsızsa gedək həkimə. Yok, həkimə ehtiyac yoxdur. Yaxşı. Dost, qovum, kimsə. Bəlkə zəng eləyək. Yok. Yoktur. Siz de bura gelmemeliydiniz. Ben özüm geleceğim. Hara? Yaxşı, onda bir yerdə gedək. Hara? Burada qalası deyilik. Ölüm çıkış yolu değil. Her şeyi yoluna koymalılar. İnanın bana. Yəqin sizin yaxınlarınız sizi axtarır. Belki zəng gelip deyəsi ki, sağsız. İnanmıram ki kimse bana göre narahat. Hanım, intihar çok büyük günahtır. Onsuz da hayatımız günahlardan ibaret. Hiç olmazsa bu günahın altına girmeyin. Yeniden başlamak için hiç vaxt şansınız olmayacak. Bir şeyin sonu neyse başlangıcıdır. Ölmeye değmez. Yaşamak lazım. Gelin. Burası sizin eviniz değil. Bəli, evimdir. Sizi bu vəziyyətdə tək qoyan değildim axı. Narahat olmayın, tək yaşamıram. Valideynlərim də buradadır. Gel. Niye danışmadın Eldar'la? Bir kelime de demedin. Ne demeliydim? Ne diyeceksen O ayrılıq söhbətinə görə deyirəm də. Eldar uşaq değil. Bir yaşında başına ağıl koymayacağım ki. Necə yəni ağıl qoymayacağam? Dünya görmüş adamsan. 30 dur, üzbəüz danış. Cemaatın kızın 2 ildir nişanlı eləyib, indi deyir istəmirəm. Belə düşüy olar. Heç o qızla evlənməsə yaxşıdır. Sən nə deyirsən orada? Heç nə. O Nəzrin yaxşı qızdır. Eldarın yaşı da az deyil. Bu yaşdan sonra kimlə evlənəcək?
Deyirsən oğlun evdə qalacaq. Zarafat eləyir. Mənim ürəyim partlayır. Bu gülür. Gəldi. Bu kimdir? Tanışımdı. Necə yəni? Nə tanış? Salam qızım. İşlə bağlıdır. Yox, işlə bağlı deyil. Olar biz bu söhbəti sonra saxlayaq. Mən indi qızı ötürüm otağa indi qayıdıram. O nə danışır? Otağa aparır. İlahi, sən tanıyırsan bu qızı? Yox. Ay sakit ol da. İndi gələr hər şeyi aydınlaşdırarıq. Biabır olduq. Eldar qız qaçırdı. Eldar qız qaçırdı. Buyurun. Geçin, geçin. Rahat olun. Rahat olun, dincəlin. İndi bacıma deyərəm gəlsin. Bəlkə sənə nəsə lazım var. Mən istəməzdim ki, sizə problem yaradım. Və gəlməyim də heç düzgün olmadı. Narahat olmayın. İndi bu barədə fikirləşməyin. Siz məni heç tanımırsınız. Eldar. Eldar, kimdir bu qız? Hardan gətirmisən? Hə? Qaçırtmısan, hə Eldar? Yox, qaçırtmamışam. Bəs onda kimdir, nəşidir, bizim evdə nə işi var? Ana, imkan ver nəfəs alsın da. Sən dayan görüm. Allah haqqı Eldar, bu saat ananı infarkt vuracaq. Nə olar? De görüm kimdir axı bu qız? Tanımıram qızım. Tanımırsan? Tanımağın adamı evə gətirmisən? Ona görə ayrılırsan Nəzrindən? Yox, ona görə deyil. Bəs nəyə görədir? Yalan danışma. Bəsdir! Dur, gedək danışaq. Ay Allah! Yad qızı evə gətirib dəli olub bu uşaq. Ay ana, bir sakitləş də. Niyə pis fikirləşirsən? Bəlkə doğrudan tanışıdır. Mən bilirəm də. Eşidirəm səni. Qızı doğrudan tanımıram. Rauf'la görüşə gedirdim, gəpli maşın qabağına çıxdı. Vurdum. Qız maşın qabağımdan durdu, getdi. Heç tanımamış kimi. Gördüm özündə deyil. Getdim dalınca. Sonra gördüm ki, özünü qayalıqdan atmaq istəyir.
Sen de koymadın atsın ha? Sonra da bile başa düşdüm ki getməyə yeri yoxdur. Mən də məcbur qalıb buraya gətirdim. Günün gün orta çağı tanımadığın, bilmediğin adamı götürüp getirdin eve. Yeynəməliydim. Yakınlarına kiminse zengiliyeydin, evine aparaydın. Soruşdum. Heç telefon da yoxdur. İşə də qoymayacaqdım ki. Çok garibe gelir bana bu sohbet. Özü de bilirsin ki bunu qəsdən də edə bilərlər. Özlü bu aralar. Köməyə ehtiyacı olana, sizə əl uzadana əl tutun. Bu sən sözlərində. Həmişə mənə deyirdin. Ümidvaram ki yalan danışmırsan. Ve bu hadiselerin altından başka sohbetler çıkmayacak. Bir de tanımadığın adamı eve getirme. Gəlin də başımıza oyun açdı. Küçəyə çıxa bilmirəm. Vallahi kənddə cəmaət heç kim inanmır. Hamı deyir, Həlimə çox yaxşı ədəbərkanlı, əxlaqlı gəlindir. Necə belə şey eləyə bilsin? Suyun lalaxanı, adamın yerə baxanı. Evdən çıxıb eləyəndə də görməmsən. Baxma gəzəyən qadın görünür, uzat bilinir. Vallahi heç inanmağım gəlmir. Yəni eləyib. Eləyib də xabə. Mən özümdən söz çıxardıram. Belə şeylər üstü örtülü qalmır. Tez bir zamanda açılır. Xavər xala, sən heç çay içməmisən. Təzəliyim istəyirsən. Yox qızım, çox sağ ol. Durun gedim. Sizin öz dərdiniz özünüzə bəsdir. Nazilə bir şey lazım olsa xəbər elə. Heç nə lazım deyil. Səni yola salam. Ela. Gel ki yukarı kalk Hasan. Sonuç gör ne ister. Yaxşı, qalxaram. Eldar, qız kimdir? Tanımıram. Adını da bilmirəm. Yaxşı. Onda mən qızın adını öyrənərəm. Gəlib sənə deyərəm. Hı? Eldar. Allah səbir versin sənə. Eldar, atam mənə hər şeyi danışdı. Mən bu söhbətlərə inanmıram. Ona görə də qızı yola sal geçsin. Ana mən qızı heç yerə göndərə bilmərəm indi. Çox xahiş edirəm, səbirli ol. Nəzrini fikirləşmirsən Eldar. Bu nə hərəkətdir? Başa düşürəm, narahatsan. Söz verirəm, yoluna düşəcək. Bax, sabahdan o yana qalmasına. Yaxşı. Çalışarım, həll edeyim. Ya nə əsəbləşmə, qurban olum sənə əsəbləşmə. Tək başına evlatları böyütdüm. Altıma bir ləkə də gətirtmədim. Bu gəlin öldürdü bizi. Ya nə əsəbləşmə, qurban olum sənə əsəbləşmə. Əlimdə olsa yer üzündən silərəm. Oğlumun emin yıxdım. Allah səni zəlilləsin. Zəlilləsin sən. Bütün kəndlə bizi biyabır elədin. Sənin heç üzün gülməsin. Ana, nə Xoşbaxt olmayasan bala. Ana, nə Get! Get onun paltarlarını getir. Get! Zəlil.
Tufağımızı dağıttın. Tufağın dağılsın. Tufağın dağılsın sen. Tufağın dağılsın. Neyinirsən? Get. Tural'ın toy şekillerini bir de lempeni getir. Yenil buradan onu. Hiç. Niye? Kibriti ver. Kibriti. Sen yan. Sen yan. Seni yanasan. Sen benim ciğerimi yandırdın. Oğlumun ciğerini yandırdın. Ne istənim onu? Arvad özünə yer tapa bilmir. Qohum qonşu zəng eləyir, o da başını itirib. Paltar niye yandırır? Ürəyini soyudur. Ha, yok gelir. Başı gelir hocam. Bunun artık başı gelir. Arvad havalanmasa yaxşıdır annesi. Onu deyirəm də baş gedib. Siz də hamınızda baş gedib onsuz da. Niye demirsən? Nəyi? Yandırdın bana. Yandırdın. Yandırdın. Yanasana. Niye yalvarırsan? Ha? Oxumurdu, nənən oxumasın. Qoy o sənə görə narahat olsun. Hakkı gözüne görsənməyim. Mənə görə narahat olsun. Onsuz da görüp diyecek ki neye gelmişsin. Qayıdım. Yazmayacağım bir gün. Qoy narahat olsun. Salam, olar? Mənim adım İlahədir, Eldarın bacısıyam. Mən narahatçılıq verdim sizə. Ailə şey olar, siz bizim qonağımızsınız. Mən tez bir zamanda gedəcəm. Heç yara getdi, yoxdur. Siz bugün bizim qonağımızsınız. Bir də üzr istəyirəm, adınız necə oldu? Həlimə. Hə, Həlimə. Həlimə, mən sizə bir iki şey gətirmişəm. Bilirəm ki, lazımınız olacaq. Zəhmət oldu sizə. Zəhməti yoxdur, amma birinci gedək əl üzünüzü yuyun. Sonra gəlib paltarınızı rahat dəyişərsiniz. Əziyyət çəkdiniz. Dedim axı, zəhmət ol. Gəl, keçin. Hə, söylə bildim. Yaxşı. Amma nə olar, nəsə xəbər olsa bizə də deyin. Yaxşı. Oldu. Tabii Salih idi. Deyir ki, Halim onlardan da gedib. Onlar da bilmir hardadır. Görün Halim hara gedib. Birazdan yenə zəng eləyəcəm Salih'e. Görün nəsə təzə xəbər var.
Sən qırıb heç kimdən heç nə soruşma. Mən üçün maraqlı deyil. Ata, sən Həliməni tanımırsan ki? O heç vaxt elə şey eləməz. Qızım, hər şey göz qabağındadır. Nə göz qabağındadır? Neyiniyib Həlimə? Bəlkə şər atdılar ona. İncim ata. Amma sən heç düz eləmədin. Heç olmasa qulaq asardın Həliməyə. Səbinə, Nə ata? dur yetişənə məşğul ol. Səhərdən danışıram. Hələ deyir, gəlirəm, 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 gəlirəm. Kim gəlir? Tural, Tural? Nə vaxt gəlir? bilmirəm. Bilirəm ki, gəlib çıxsa qan çıxacaq. Həliməni o rahat buraxan deyil. Bu işin axırına gedəcək. O əzrafı da tapıb başını kesəcək. Əlini kəsdi. Bir diş qafdadır. Qoy gəlsin. Deyəcəm ki, get boşan. Getsin boşansın. Sonra da evləndirəcəm. Yaxşı ki, uşaqlar olmayıb. Rahat boşanarlar. Razı olar evlənməyə. Razı olmayıb neyniyəcək? Mən razı olmaram ki, o ki mənim oğlumu həbs atsın. Fidan, mənə bir dənə limon çay ver də başıma ağrıyor. Mənə də sus. Suda bunu götür də mətbəx var da, mətbəx. Telefona zəng gəlir. Kimdir bu? Bilmirəm, adı var da yəni. Adı yoxdur burada. Kimdir bu gecə vaxt sən zəng gəlir? Hə? Mənim də gəl. Alo. Hə. Rəfiqəndir Nailə. Tez yola ver, çay Nailə. getir. Bundan iyi. Eldar müəllim, bütün tapşırıqlarınız yerinə yetirildi. Nəsə istəyirdi? Bir şey dedi? Yox, heç nə. Çox sağ ol Allah. Sən olmasaydın mən nə edərdim? Onu mən də bilmirəm. Bu arada, adı Həlimədir. Həlimə. Həlimə. Nəysə, mən gedim sizin qonağınıza yemək hazırlayım, Eldar müəllim. Həlimə. Gəl. Çox sağ olun. İlahə bir-iki dənə paltar gətirdi. Sağ olsun. Başqa nəsə lazımdırsa çəkinməyin deyin. Yox, heç nə lazım deyil. Onsuz da yetərincə sizə əziyyət vermişəm. Sənə. Adım Eldar'dır. Bacınız dedi.
Bacım. Telefonu bura koyuyorum. Belki lazım olar. Kimese zəng eləməyə, xəbər deməyə. Çox sağ ol. Həlimə. Yaxşı ki yaşayırsan. Həyatdasan. Nəsə mən gedim. Əgər nəsə lazım olsa deyəm. Xalar mənim narahat olmayın, Nəzrin yanındadır. Oldu, yaxşı. Atam göndərdi səni. Yox, öz xoşluğumla gəlmişəm. Fuad get, tək qalmaq istəyirəm. Nəzrin, soyuqdur, gəl gedək. Fuad get, tək qalmaq istəyirəm. Yaxşı da, belə eləmə. Tək qalmaq istəyirəm. İstəmirəm heç kəsi görmək. Çıx get. Nə olub sənə? Gəl gedək də, yaxşı da. Nəzrin, atan narahatdır, gəl gedək. İstəmirəm. Çıx get. Gəl, gör nə deyirəm, qulaq asma mənə. Su soyuqdur, gəl gedək. Gəl gedək maşını söyle. Nəzrin, nə olub sənə? Kim deyib xətirə? Mən pis qızam. Yox, əksinə. 4 aydır yolunu gözləyirəm. 4 ay. İndi gəlib mənə deyir ayrılaq. Təsəvvür edirsən? Elə bir keç mən onun həyatında olmamışam mən. Nə yazmır, nə yığmır. Yadına düşmürəm, Eldarın, düşmürəm yadına Fuad. Bəlkə belə lazımdır. Nə belə lazımdır? Nə bilim, bəlkə özü uzaqlaşır ki, biraz müddət keçsin aradan. Sonra yenə bir yerdə olacaqsınız da. Səncə məni istəyir? Səni istəməmək mümkün deyil. Gedək bir salalıq. Qız üçün aparırsan? Hə, acdı yəni, sərdən heç nə yeməyib. Soruşdun kimdir? Yox, Eldar dedi də. Sən də Eldara inandın. Get soruş gör kimdir, nəçidir. Ana məni qatmada nə olar? Nəyimə lazımdır? Sonra Eldar mənə əsəbləşəcək. Ay qız, söz dedim də sənə. Sonra elə olmasın ki, cəmaatın içində bir abır olaq. Olar? Mən də bilmədim sən nə xoşdursan. Evdə olandan yığdım, gətirdim. Yəqin yersən. Çox sağ ol. Nəzərmə çəkdin. Bir stəkan su bəs edir. Elə su da var, narahat olma. Paltar sənə daha qəşəng yaraşır. Çox sağ ol. Həlimə, bax birdən nəyəsə ehtiyacın olar. Eldardan çəkinərsən, utanarsan deməyə. Amma mən buradayam. Nə lazım olsa çağır, gəlib sənə kömək eləyərəm. Yaxşı? Yaxşı. Amma heç nə ehtiyac yoxdur. Çox sağ ol. Bir də mən elə bir vəziyyət oldu ki, mən gəldim əslində tez bir zamanda gələcəm. Həlimə,
Sənin bizə heç bir narahatçılığın yoxdur. Narahat olma. Nə qədər istəsən sən burada qala bilərsən. İndi xahiş edirəm, yeməyin hamısını ye. Mən birazdan gələcəm. Yaxşı? Çox sağ ol. Xoş olsun. Bir şey öyrənə bildin? Yox. Amma təzə gəlib gələn kim deyim, kimsən, hardan gəlmisən? Sən də qardaşımın tayısan. İkiniz də bildiyinizi eləyirsiniz. Ana sözü dinləmirsiniz ki. Ana, məncə Eldar düz deyir. Həm də qıza baxanda görmürsən, bilinir ki, problemi var da. Mən inanmıram. Nə oldu elə? Eldar gələn kimi dedi nəzrinə ki, gəl ayrılaq. Sonra da bu qızı evə gətirdi. Burada nəsə başqa şey var. Nə başqa şey? Başa düşmürəm mən. Heç nə ilahi, heç nə. Mən bilirəm nə etmək lazımdır. Nə etmək lazımdır? Heç nə. Gedişinlə məşğul ol. Baş üstə. Alo. Rəna salam. Həlimə sənsən? Hə, mənəm. Həlimə sənə görə çox narahat oldum. Çıxıb getdin. Hardasan? Necəsən? Ay qız, yaxşıyam, narahat olma. Hər şey yaxşıdır. Gələrəm, görüşərik. Rəna, mənə təcili ev lazımdır tapmaq. Bir də borca pul lazımdır. O nə sözdür? Sən bunları fikir eləmə. Yaxşı, gəlirəm. Yaxşı. Çox sağ ol. Sağ ol. Sağ ol. Uzun danışmayacağım. Sözümü deyib gedirəm. Buyurun. Bilmirəm kimsən, nəçisən, hardan gəlmisən. Amma istəyirəm bu evdən gedəsən. Mən onsuz da... Bir dəfəlik çıxırsan Eldarın həyatından. Bu da getməyinin haqqı. Heç kimə də bir kəlmə söz demirsən. Eşitdin? Arvad buraları nə günə qoyub? Zibil eləyib Allah. Yığışdırıram. Yığışdır da, yığışdır da. Şeydir, qulaq az. Yaxşı yadıma düşdü. Sən bu Həlimənin telefonunu niyə götürmüşdün? Demişdim də sənə. Neçə dəfə deyim? Doğru. Mən səndən soruşmamışdım o gün, necəyəm demişdim. Ramiz, çünki Həlimə məni əsəbləşdirmişdi, boğaza yığmışdı.
İşdən gələn kimi girmişdi otağına, başlamışdı yazışmağa, danışmağa. Mən də əsəbləşdim, girdim, aldım telefonu əlindən, dedim ki, heç yerə getmirsən, mən özüm gedirəm. Özüm bir dəfəlik həll eləyəcəm bu söhbəti. Çıxdım, gəldim, telefon da əlimdə qaldı da. Yəni mən nə etməliydim həmən? Nə olur? Səhər nəyi bölüşə bilmirsiniz? Heç nə, Ramizdir də görmürsən düşüb üstümə. Həlimə gedib söhbəti bizdən əl çəkmir. Az kışkırma lan. Bəsdirin. Yığışdırın bu Həlimə söhbətini. Tural gəlsin, bir dəfəlik həll eləyəcəm. Elə bilin ki, bu evdə o adam olmayıb. Nə vaxt gəlir bu Tural? Dəqiq demədi. Gəlsə oturub onu başa sal. Özündən çıxıb artıq əsik hərəkət eləməsin. O qıza görə dəyməz. Gəlsin də, gəlsin. Gəlsin, danışarıq, narazı olma. Həlimə. Həlimə. Eldar, qulaq ası bir söz soruşacağam səndən. Həlimə sənnəndir? Yox, otaqda da yoxdur. Telefon buradadır, yanında da pul var. Sən vermisən pulu? Mən pul zad qoymamışam. Gözlə gəlirəm indi. Gəlirəm. Həlimə, necəsən? Bütün gecə sənin fikirləşmişəm. Yaxşısan? Normalam, narahat olma. Bəs gecə harda qalmısan? Bir tanış var, onlar da qaldı. Kimdir tanış? Tanımırsan, sonra danışarıq. Yaxşı, bax, mən burada bir makler tanıyıram. Bax, burada da olmaz. Getdim, danışdım, dedilər ki, hal-hazırda əllərində var da, ev göstərə bilərlər istəsə. İstəyirsən? Təbii ki, istəyirəm. Yaxşı olar. Yaxşı olar. Yaxşı, onda gözlə. Al bunu, qoy cibinə. Yəni, ev işini həll elə, yaxşı? Amma borc kimi götürürəm, qaytaracağım. Yaxşı, yaxşı, sən deyəm olsun. Onda gedək mən sənin maklerlə tanış edeyim, çünki mən işə tələsirəm. Oldu? Eldar? Eldar, sən niyə tez gəlmisən? Keç. Bax, ev budur. Bura yataq otağı, qonaq otağı, mətbəx, hamam. Qiyməti də yaxşıdır, yeri də yaxşıdır. Metroya yaxın, dayanacağa yaxın. İşıq, su, qaz daimidir. Lap yaxşı. Bu Rəna xanım sizinlə endirim haqqında danışmalıydı. Danışdı? Yox, elə dedi, bur tapşırdı, çıxdı getdi, heç bilmirəm, zəng gəldi, çıxdı getdi. Bilirsiniz, qiymətdə biraz endirim eləsəz daha yaxşı olardı mənim üçün. Hətta vaq oldu da. İndi bazarda bu qiymətə ev var. Belə biz çıxmasın, bu tək qalacaqsınız, yoxsa ailə ilə? Yox, mən tək qalacağam. Amma bir daha qiyməti danışsaz, xahiş edirəm. Eldar, Eldar. Pulu sən qoymusan. Hə? Sən qoymusan pulu. Eldar, bu nədir? Tanımadığın adama görə mənlə belə danışırsan? Pulu sən qoymusan yoxsa yox? Mən qoymuşam.
Demədin ki, özün qaydan atırdı, öldürürdü özün. Pislik elədim, pul qoydum da getsin həyatın yaşasın, bizdən uzaq olsun. Oğluma görə, sənə görə Eldar. Yad adamlar ilişməsinlər sənə. Və sən qıza pul təkliflədin, hə? Nə var burada? Döyməmişəm, söyməmişəm, pul təklif eləmişəm də, pislik eləmişəm. Ölməsin də yaşasın. Eldar, Pulu da qoyub gedib. Deyirəm də, onun məqsədi başqadır. Qoymaram oğlumu elə keçirsin. Alo, bəli. Salam xanım. Həlimə sizə zəng eləyib. Deyə bilərdiniz hardadır? Başa düşmədim, siz kimsiz? Həlimə dünən gecə bizdə qalıb, ona görə çox narahatam. Zəhmət olmasa deyərdi hardadır. Başa düşmürəm, siz kimsiz? Mən sizi tanımıram. Həlimənin yerini sizə niyə deyim ki? Xanım, bilmirəm Həlimənin nəyisiz, amma dünən özünü öldürmək istəyirdi. Tək qoymaq olmaz ona, onun kömək lazımdır. Nə qəsd eləmək, nə danışırsınız? Bugün səhər mən Həlimə ilə bir yerdəydim. Biz getdik evə baxmağa, o qaldı orada, mən də eşimin dalıyca çıxdım. Ünvanı deyərdi zəhmət olmasa. Bu dəqiqə mən sizə ünvanı göndərirəm. Narahat olmaya xanım. Görürsən qəşəng yerdir, sakit yerdir. Əsl tək adamın yaşayacağı yerdir. Heç nədən narahat olma. Siz bir zəhmət qiymətlə də maraqlanın, mənə deyirsiniz də. Yaxşı. Ev yəsi ilə danışım, görüm nə edirəm də. Ay Allah, kaş səni mən tək buraxmayaydım. Peki heç nə olmaz. Az nə var xəbərçilik eləmsən, hə? Deyir qardaşın qaçdı getdi qızın dalıyca. Mən heç kimə xəbərçilik eləməmişəm. Narahat oldum, zəng elədim Eldara. Niyə narahat olursan? Doğmandır, əzizindir, dostundur, nəyində axı? İnsandır da ana, insan. Problemi var. Başa düşmək çətindir. Bəsdi görək, mənə ağlı öyrədir. Hər şeydə inanırsınız. Bilmirsən, hansı yuvanın quşudur? Sən də hamı haqqında pis fikirləşirsən. Nə olar ki, bir dəfə yaxşı bir şey fikirləş də. Yaxşı, yaxşı. Yer get, yer get. Uşaqsıza hələ heç nəyi qanmırsınız. Danışa bildiniz? Danışdı biraz. Nəmnümə elədi. Amma narahat olmaya bir yol taparıq. Nə yol? Sən yataq otağına baxmamısan. Başa düşmədim. Qəşəng yataq otağı var orada. Gəl yataq otağına bax. Mən özüm sonra baxaram. Ha, sonra niyə? Fıra baxmısan, mətbəxə baxmısan, gəl bir. Lazımdır, xahiş edirəm. Mən gedim, siz qiyməti danışın, sonra mən gələrəm, yaxşı? Hara gedirsən? Gəl yataq otağına bax da. Bu nə hərəkətdir? Bıraxın əlimi.
Nereye gitti? Bırakın elimi! Bırakın elimi! Götürmür ki. Yaxaya gətirməz. Çünki pul söhbətinə görə sənə çox hesablıdır. Demirdiniz ki, yazıq qızdır, özün qayadan atmaq istəyir, gedən yeri yoxdur. Mən də pul verdim, gedib yaşasın da ölməsin. Sən ona pul vermisən ki, evdən çıxsın, getsin. Hə, nə olsun? Heç nə olmasın, ana. Olmaz elə şey eləmək. Ey ilahə, onsuz da mən sənə bir şeyi başa sala bilmərəm, çətindir. Alo, Nəzrin, necəsən qızım? Ay, başın ağrıyır. Dərman iç keçsin. Hə, can. Yəqin fikir eləyirsən də. Qulaq as, gör nə deyirəm. Axşam yığışın, gəlin bizə. Hə, ailəlikcə. Çağırmadan olacaq. Yox, elə belə. Hə, özümüz üçün söhbət eləyərik, danışarıq, hə. Yaxşı qızım. Hə. Öpdüm. Sağ ol. Gözləyirəm ha, gəlin. Oldu. İndi niyə çağırdın ki onları? Ürəyim istədi, çağırdım. Onsuz da bu evə kim istəyir çağırır da. Mənim ixtiyarım yoxdur. Ana, sən neynəmək istəyirsən? Məqsədin nədir? Heç nə ilahə. Oğlumun taleyini həll eləyirəm. Ay Həlmə, niyə deməyib gəlirsən? Zema. Bu ikisini giyinsem yaraşar. Hə, qəşəngdir geyin. Eldar da qara rəngi çox sevir. Barışdın Eldarla? Barışmamışıq, amma Zümrüt xanım qonaq çağırıbsa məsələni həll eləyib. Həm də Eldar məncə sevinir bu məsələyə. Yenə nəsə demək istəmirəm, əsəbləşəcəksən. Öz həyatındır. Necə istəyirsən elə də yaşa. Tez aldığım ayaqqabı ilə də yaxşı. Yaxşı olacaq. Geyin. Yaxşı. Alo. Hə, mənəm. Bizdə? Yo, bizdə qazlar kəsilməyib. Sizdə kəsilib? Hə, gəl. Gəl. 100% türkanədir. Bunlar da 5-10 manat qaza pul qoymurlar da. Kasıb adamlardır da. Otaqda paltalar tökülüb qalıb, onları yığıram. Bir dənə çay gətir. Yaxşı. Bir daha hoş gelmişsiniz. Hoş gelmişsiniz deyəndə ki, özü evinizə gəlmişsiniz. Sağ olun. Əlbəttə. Xanlar müəllim, nə əcəb səndən axşam vaxtı evdən bayıra çıxmısan? Qızım Nəzrinin sözü mənim üçün qanundur. Dedi, deməli gəlməli. Nəzrin, nə qəşəng geyinmisən. Çox sağ olun. Elə belə paltar deyil, Zümrüt xanım. Fransadan gətirib. Doğrudan bəyəndiniz? Əlbəttə, çox. Elə belə geyinəndə nə olur ki? Məsələn, mən
adi dükanlardan geyinirəm. İlahə, mənim gəlinim Fransadan geyinməlidir. Nə qədər yadımdadır sevdiyim. Bismillahirrahmanirrahim. Telefonu burada qoyub getmişdim. Fira! Mən ofisantları danladım. Dedim ki, bir də belə bir iş olsa, maaş olmayacaq. Bunlarla başqa cür danışmaq olmur. Siz Eldarla danışdınız, gəlir restorana işləməyə. Mənə elə gəlir ki, işçilərin öhdəsindən ancaq o gələr. Hələ mən onunla ətraflı söhbət eləməmişəm. Düşünürəm ki, tikinti onluq deyil. Başını buraxsın. Bu boydan restoranı qoyub gedib kənarda özünə iş qurur. Yaxşı xanlar, biz bu barədə sonra ikilikdə söhbət edərik. Mən sustum. Sizin ailə məsələlərinə mən qarışmıram. Eldar xarici gedib gələndən sonra deyəsən oraların havası hələ də yadından çıxmır. Yox, Sema. Eldar heç vaxt xaric eşqində olmayıb. O həmişə deyir ki, mənim üçün ən yaxşısı burada. Amma biraz addım atmağa çətinlik çəkir. Nə barədə? Evlənməyə görə. Evlənməyə qorxur? Yəni, mənə elə gəlir. Bax, göndərin onu mənim yanıma. Mən ona başa salaram ki, heç nədən qorxmaq lazım deyil. Bax, götürək məni. Görürsünüz, mən sağam. 2 dəfə evlənmişəm, həyatda da xoşbəxtəm. Çalışın həmişə xoşbəxt olun. Amma kişi addım atmamışdan əvvəl 100 ölçüb bir biçsə daha yaxşı olar. Qızım, bəlkə çayları bir dəyişəsən. Hə, bir saat. Kömək eləyim sənə. Yox, ehtiyac yoxdur, mən gətirirəm. Qapı? Evlərdə dedim də sənə 2 saata gələcək. Açın bunu. Eldar,